Salam dəyərli həmvətənlərim, hər birinizi salamlayıram. Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu 22 fevral 2026-cı ildə sizlərlə canlı və canlı yayımdayam. Və oruç tutanların da Allah Taala orucunu qəbul eləsin deyirəm və efirə başlayıram. Bu müqəddəs ayda, bu müqəddəs günlərdə, bu hər kəsin dualarının edildiyi, qəbul edildiyi ya qəbul edilmədiyi zamanlarda dualarınızı əskik eləməyin. Dostlar, qardaşlar, sizin dualarınızdır bizi ayaqda saxlayan. Hər şeyin açarı, hər şeyin mənbəyi və mənsəbi dualardır. Dualarınızı əskik eləməyin. Deməli, az öncə, dəqiqələr öncə bir siyasi fəala hücum edilməsi planlandı. Dəqiqələr öncə bir siyasi fəala hücum edilməsi başladıldı. Bir dəqiqə, mən bunu başqa bir yerə də atacağam. Deməli, dəyərli həmvətənlərim, deyirəm, hər kəs bilsin. Az öncə, bir neçə dəqiqə öncə Ələmdar Bünyadova hücum edəsi idi 2 nəfər və kriminal polislər tutdu. İndi o qısa videonu göstərəcəyəm. Hətta maşınlarından nəsə tapdılar, apardılar. Düz evinin qabağından, çox güman ki, gecə hücum planlayırdılar. Ona görə deyirəm sizə, nə olursa gecə olur. Gecə qapılarınıza, yatan zaman belə odlu soyuq silahlarınıza diqqət eləyin. Vəziyyət çox gərgindir. Qaranlıq düşdümü, ümumiyyətcə nə özünüz, nə balalarınız çölə çıxmasın. Vəziyyət gərgindir. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, vəziyyət gərgindir. İndi daha avtomat silahlarla silahlanacaqlar. Snayperlərlə vuracaqlar. İndi birazdan göstərəcəyəm Ələmdarı necə vurmaq istəyiblər. Ələmdar Bünyadov. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, aləm dəydi bir-birinə, poxa qarışdı. Bugün mən sizə nələrdən danışacağam. Ələmdar Bünyadovun vurulması ya vurmaq istəmələri, kriminal polis tərəfindən anında müdaxilə edilməsini, o qısa video görüntünü və şəkilləri göstərəcəyəm sizə. Bir. İkinci. Bugün mən sizə nədən danışacağam? İkinci. Bugün mən sizə nədən danışacağam? Gecə İlham Əliyevi hansı böyük güclər və ya hansı qüvvələr gecə, hara, niyə Bakıdan çıxardıb apardılar? Çox təəccüblüdür, eləmi? Sizə deyirəm, polissiz, yollar bağlanmadan, yolun bu üzünə polis, bu üzünə nə bilim, Milli Qvardiya, o üzünə qıllı qvardiya, daxili qoşunlar, heç bir qüvvə istifadə edilmədən İlham Əliyevi Bakıdan hansı gizli qüvvələr götürdü, apardı, hara apardı, niyə apardı, nə üçün apardı və qaytardı. Az öncə bu xəbəri verəcəyəm. Mən özüm də bəzi təfərrüatlarını bilmirəm, vallah billah. Amma bir yerdə müzakirə eləyəcək, yəqin ki, bilən adamlar da mənə atacaq, problem yoxdur. Deməli, Qubiya, üzr istəyirəm, Qəbələ yox, Qubiya aparıblar. İndi mən onu açacağam birazdan. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bugün birazdan Mehman Hüseynov gələcək 20 dəqiqədən sonra. Birazdan Mehman Hüseynov gələcək, dostlar, qardaşlar. Bugün dünən bunun mesajını verdim, amma qısa verdim. Mehmansız bu mövzuya toxunduq. Bugün mehmanla toxunacaq bu mövzuya.
İlham Əliyev səlib yürüyüşü, qan davası elan etdi İlham Əliyev. İnanmırsınız? İlham Əliyev qan davası elan elədi Avropada. Savaş Azərbaycanda getmir. Azərbaycanda müxalifət yoxdur. Savaş Avropada gedəcək. Savaş Amerikada gedir. İlham Əliyev müxalifətə qarşı Avropada qan davası elan elədi. Və İlham Əliyevə bağlı diasporalar birbaşa səlib yürüyüşü elan elədi. Səlib yürüyüşün önəmli bir çəkisi var. O sözü yaraşdırmıram, amma bunlar səlib yürüyüşü deyir. Siz səlib yürüyüşü eləmirsiniz, siz yürüyüş eləyirsiniz. Siz çak yürüyüş eləyirsiniz. Səlib yürüyüşünün səviyyəsi var o adın. O adın tarixi sənnaməsi var. O ad tarixə qızıl hərflərlə yazılıbdır. Səlibçi yürüyüşü. Siz yürüyüş eləmək istəyirsiniz. Harada görünüb ki, haqqı deyənin üstünə yürüyüş eləyəsən, onun da adı səlib yürüyüş olar. Allah aşkına, Quran aşkına, İmam Hüseyin aşkına sizə bir sual verirəm mən. İlhamın qızı Alyonanın görüntüləri çıxdı. Nələr oldu, nələr? İlham azad mətbuat yoxdur deyib dünyada mətbuata savaş açdı. Mehriban Əli isə verilən sualı yox, qarşısındakını təhqir elədi. İlham Əliyev Amerikada mühafizəçilərinə birbaşa hücum əmri verdi dinci aksiyaçılara. Dünyanın hələ mən saydığım 40'dan çox mediası yayımlı. Valla baba bugün elə çatdırdım ki, tapşırdım ki bugün Adil bildiniz Amerikadakı o videonu çəkən, o mübarizədə olan Adilə dedim, Adil, bəs belə Adil, sən mənə bütün o hansı dünya mətbuatı yayımlayıbsa, onu mənə at, mən bunu efirlərimdə verim, yəni tarixə düşsün, kompleksləşsin, hamısını bir yerdə göstərin, çünki hər adam bunları göstərmir. Adil mənə nə qədər atdı, ala baxın. Ay ki, Guardian, New York Times, Ermənistan, Rusiya, Ukrayna, baba, nə deyim sizə? Ala baba, bunları bir göstərəcəm, bir mehman gəlir, vaxtınız yoxdur. Baba, hamısı, Washington Post, New York Times, BBC, Guardian, nə bilim, Əl Cəzirədən tutun, nə bilim, nə Cəziriyə qədər. Ala baba, bir 30'a yaxın bu attı, Adil attı, bir 20 neçə dənə. Bir yandan da gəlir, məndə özümdə də nə qədər var. Dünya mətbuatı İlham Əliyevi minir. Dəyərli soydaşlarım, dəyərli həmvətənlərim, bu arada sizə dəhşətli bir xəbər çatdırım. Mehman gələnə kimi ya gələn zaman. Bir qoy gələndə çatdırım da bunu. Mən sizə nə demişdim? Nə demişdim mən sizə? Nə dedim mən sizə? İlk öncə mən sizə onu dedim ki, İlham Əliyev hücum əmri verib. Bunu zaten bilirsiniz, mənim deməyimə ehtiyac yoxdur. Hər yerdə, bütün dünya. Bir dəqiqə. Yusuf sənədləri polis attı mı? Hamısını hazırlasın, hamısını hazırlasın, efirdən qutaran kimi tamamlayaq ataq. Yaxşı mı? O ikinci işte o. Vəziyyət gərgindir. Səs atmışam, bax da.